Salam hörmətli izləyicilər, yeni bir video ilə qarşınızdayıq. Bu videoda sizlərə pensiyaların artımı ilə bağlı son məlumatları çatdıracağıq. Bəli hörmətli izləyicilər, pensiyaların artımı artıq dəqiqləşdi. Pensiyalar iyulun 1-dən etibarən artırılacaq. Hansı pensiyalarda, sosial müavinətlərdə artım olacaq, ətraflı şəkildə paylaşacağıq. İlk olaraq videoya keçməzdən öncə bu videonu mütləq bəyənin ki, video daha çox insanın qarşısına çıxsın. Eyni zamanda kanalımıza mütləq abunə olun ki, biz növbət dəfə video paylaşdığımız zaman sizə dərhal bildiriş gəlsin. Bəli hörmətli izləyicilər, əvvəlki videomuzda paylaşdığımız kimi bir sıra müavinət sosial pensiyaların artımı artıq dəqiqləşib hörmətli izləyicilər. 220 manat sosial pensiyanın artacağı artıq dəqiqləşdi. 220 manat sosial pensiya artırılacaq. İyulun 1-dən etibarən bir sıra sosial müavinət, pensiya və təqaüdlərin bəzilərində artımlar olunacaq. Bu artımlardan biri də 220 manat yaşa görə verilən sosial müavinətin artımıdır. Yəni bu artıq dəqiqləşib. 220 manat yaşa görə verilən sosial müavinət iyul ayından etibarən artırılacaq. Sadəcə artım rəqəmi hələ ki dəqiqləşməyib. Artımın da 30 manat miqdarında olacağı gözlənilir hörmətli izləyicilər. 220 manat da hazırda yaşa görə verilən sosial müavinət. Bu müavinət Azərbaycanda əmək pensiyası almayan vətəndaşlara verilir. Azərbaycanda əmək pensiyası almaq üçün bilirsiniz ki 2 şərt var. 25 il staj və ya 40 min manatdan çox pensiya kapitalı toplamalısınız ki, siz Azərbaycanda əmək pensiyası ala biləsiniz. Bu iki şərtdən ən azı birini ödəməsəniz, sizə pensiya yaşına çatdığınız zaman yalnız öz ehtiyaclarınızı qarşılayasınız deyə dövlət tərəfindən 220 manat sosial pensiya verilir hörmətli izləyicilər, yəni sosial müavinət təyin olunur. Hörmətli izləyicilər, 220 manat yaşa görə verilən sosial müavinətdən əlavə Azərbaycanda iyul ayından etibarən minimum əmək haqqının və ölkə üzrə verilən minimum əmək pensiyasının da miqdarı artırılacaq hörmətli izləyicilər. Yəni bu artımlar artıq dəqiqləşib, sadəcə rəqəmləri tam dəqiqləşməyib, hansı rəqəmlə artırılacaq. Məsələn 30 manat, 50 manat, 40 manat, yəni hansı miqdarda artım olacaq, bu tam dəqiqləşməyib, ancaq artım olacağı dəqiqləşib. 220 manat sosial pensiyanın artımı 30 manat gözlənilir. Minimum əmək haqqının artımı 50 manat miqdarında olacaq hörmətli izləyicilər. 400 manat da hazırda ölkə üzrə minimum əmək haqqı və 50 manat miqdarında artım gözlənilir. Artımın olacağı artıq dəqiqləşib, sadəcə rəqəmlər tam dəqiqləşməyib. Rəqəmlər də böyük ehtimalla iyun ayında bəlli olacaq, çünki artımlar iyul ayından qeydə alınacaq. Bir ay əvvəl isə rəqəmlər yəqin ki, böyük ehtimalla bəlli olacaq. Onda da sizlər üçün videolar çəkib paylaşacağıq hörmətli izləyicilər. Veteranlara verilən 80 manat təqaüdün artımı isə hələ ki tam dəqiqləşməyib. Bundan əlavə əlillik pensiyaları da hələ ki tam dəqiqləşməyib. Bu kateqoriya üzrə pensiya və təqaüdlərdə hələ ki heç bir artım qeydə alınmayıb. Artımın olacağı gözlənilir. Sadəcə bu müzakirədir. Müzakirələr aparılır bu barədə. Ancaq təsdiqlənən artımlar 220 manat sosial pensiya, minimum əmək haqqı və minimum əmək pensiyası ilə bağlı artımlar olacaq ki, bunda sizlərə cədvəl şəklində növbəti ayda paylaşacaq hörmətli izləyicilər. 220 manat sosial pensiyanın artımı isə sonda da qeyd etdiyim kimi 30 manat gözlənilir. Artım tam dəqiq, hələ ki rəqəm bəlli deyil. Artım olacağı dəqiq, amma rəqəm bəlli deyil. Bunda sizlərə növbəti videolarda ətraflı şəkildə məlumat verəcəyik. Videomuz yekunlaşdı. Videonu mütləq bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videoda görüşmək ümidilə.